20-ci yüzilliyə nəzər yetirəndə görürük ki, Rus təsiri bizim üzərimizdə çox böyükdür. Sizcə bu təsirin istər Sovet dövründə, istər ondan öncəki Çar dövründə milli təfəkkürə, milli formalaşmaya nə dərəcədə təsir göstərib? Yəni hələ də biz o təsiri üzərimizdə məncə hiss edirik. Təbii ki, o ruslaşdırma siyasəti var idi və elə Rusiya hökumətinin məqsədi də o idi. Azərbaycan torpaqlarını işğal edəndən sonra qarşısına qoyduğu məqsəd burada ruslaşdırma siyasəti aparmaq idi. Deyək ki, rus dilində məktəblər açmaq da bu məqsədi güdürdü. Azərbaycanın ilə ayrı-ayrı yerlərinə rusların köçürülməsi də bu məqsədi güdürdü. Yəni bunlar ondan ötəri idi ki, Qafqazda olan xalqlar Rusiya təsiri altında olsun. Rusiya hökumətinin dediyi ilə oturub dursunlar və s. Amma ruslar nə qədər ki sıxırdılar, nə qədər ki öz dillərini, ədəbiyyatlarını, öz mədəniyyətlərini yeritmək istəyirdilər, onda onun əks təsiri də olurdu və milli şuur inkişaf edirdi, müəyyən milli ədəbiyyat yaranırdı.